əlilliyi olan şəxslərlə bağlı mühüm xəbərimiz var. Deməli, əlillərin üzləşdikləri problemlər, onların qarşılaşdıkları çətinliklər və hansı sahələrdə problemlə üzləşirlər və digər məsələlərlə bağlı sorğu keçirilir. Ombudsman aparatı bununla bağlı sorğu keçirir. Bilirsiniz ki, İnsan Hüquqları üzrə müvəkkil hər il Milli Məclisdə hesabat verir. Bu yaxınlarda Ombudsman aparatının da hesabatı oldu Milli Məclisdə və qəbul edildi. Həmin hesabatda əlillərin problemləri, əlilliklə bağlı problemlər, bu sahədəki boşluqlar, çətinliklər dilə gətirildi. Həmin hesabatda yer almışdı. Eyni zamanda Forma 88 əlillik təyinatıyla bağlı insanların qarşılaşdıkları problemlər dilə gətirilmişdi. Bununla bağlı problemlər sadalanmışdı. Həmin hesabatda yer almışdı. İndi Ombudsman aparatı, deməli, monitoring qrupu əlillərin problemləri, onların hüquqlarının daha səmərəli, daha yaxşı təmini üçün sorğu keçirir. 15 bətdən ibarət sorğudur. Deməli, Ombudsman aparatına, Ombudsman saytına daxil olursunuz. Mən saytı qeyd edəcəm burada. Deməli, orada sorğu təşkil olunur, sorğu bölməsi var. Orada həmin ora daxil olursunuz. 15 bətdən ibarət. Məsələn, təhsiliniz, yaşınız, cinsiniz, əsasən hüquqlarınız harada pozulur, hansı sahələrdə pozulur və yaxud qarşılaşdıqlarınız digər çətinliklərlə bağlı bütün deməli məqamlar orada yer alıb, həmin o xanaları doldurursunuz. Eyni zamanda da aşağıda da 15-ci punktda da, bənddə də fikirlərinizi yaza bilərsiniz. Deməli, problemləriniz nədir, hansı sahələrdə problemlər üzləşirsiniz və digər çətinliklər və yaxud təklifləriniz, rəyiniz deməli qeyd edirsiniz orada və Ombudsman aparatına göndərirsiniz. Ombudsman aparatı görünür həmin deməli insanlardan gələn, əlilliyi olan şəxslərdən gələn deməli məlumatları toplayaraq, ümumiləşdirərək, yəqin ki, o da Milli Məclisdə müzakirəyə çıxarılacaq. Odur ki, fəal iştirak edin və xahiş edirəm bu məlumatda maksimum paylaşın ki, hamının, yəni əlilliyi olan şəxslər və ya onun yaxın ətrafı, qohum əqrəbası onların da məlumatı olsun və bu xəbərdən faydalansın. Odur ki, həmin deməli Ombudsman aparatının, Ombudsman saytına daxil olursunuz və orada fəal iştirak edirsiniz. Bütün bəndləri doldurub, problemlərinizi yazıb göndərirsiniz Ombudsmana. 916-da Ombudsmanın qaynar xəttidir. Əlavə sualınız olsa ora müraciət edin.